1 dekabr günü bizim üçün çox sevindirici gündür. Çünki 1 dekabrda uzun, deməli 28 il neçə aydan sonra Laçın işğaldan azad olundu və Laçınlıların deməli yeri yurda qayıdışı təmin olundu. Və bunun üçün də bizim birimiz dualıdır. Həmişə şəhidlərimizə, qəhrəman şəhidlərimizə rəhmət oxuyuruq. Qəhrəman qazilərimizə Allah qorusun deyirik və ağıllı siyasəti ilə və qətiyyətli siyasəti ilə bu işğaldan azad olunmanı təmin edən Ali Baş Komandana cənab Prezident İlham Əliyevə öz minnətdarlıq borcumuzu ifadə etməkdən yorulmuruq. Deməli, Laçın 2020-ci ilin dekabrın 1-də Azərbaycanın yurisdiksiyasına verildi və o vaxtdan sonra Laçında 2022-ci ildən deməli 2020-ci ildən bu qərar qüvvəyə mindi. Çünki ona qədər Rus sülh məramlılar adı altında Rus qoşunları vardı burada. Onlar da 2022-ci ildə çıxarılandan sonra avqust ayının 26-sında çıxarıldı və Laçında bərpa tikinti işləri davam eləməyə başladı. Hazırda 3 kənd, Zabuq, Bəylik və Sus adlanan kənd, deməli 3 kənd bərpa olunubdur və deməli tikilibdir, yenidən tikilibdir və Laçın şəhərində də demək olar ki, əhalinin 25%-nin mənzili və həyət evi deməli həyət evindən təmin olunubdur, bərpa olunubdur. Çox gözlənilir ki, biz səbirsizliklə cəmaatımızı gözləyirik ki, biz hamımız da gözləyirik ki, şəhərimizdə əhalinin deməli kütləvi sakinləşməni başa çatdırmaq üçün 2026-cı ildə də yeni həyət evləri və deməli kommunal evlər, yaşayış binaları tikilsin ki, cəmaatımızın bir qismi də deməli 2026-cı ildə 2027-ci ilin əvvəllərində köçsünlər Laçın şəhərinə. Və indi gözlənilir ki, Minkətdə, Gülabirdə və Qorçu kəndində artıq Qorçu kəndində tikinti, söküntü işləri davam edir ki, o kəndlərdə yeni deməli kəndlər, yenidən kəndlər tikiləcək, salınacaqdır. Yəni burada bir məsələni mən çatdırmaq istəyirəm fikrimi. Yaxşı olar ki, bu kəndlərin birləşməsi. Çünki kəndlər istər-istəməz də, biz istəməsək də, şəxsən kim istəyər ki, hamı istər ki, dədə-baba öz getsin o yurdunda, evində yaşasın. Amma istər-istəməz 126 kənd, bir qəsəbə, bir şəhər bunları təmərküzləşəcək. Yəni hardasa 50-yə yaxın kənd olacaq. Bu kəndlərin birləşməsində yerli əhalinin istər cavan olsun, istər yaşlı nəsil olsun, onların deməli fikirlərini də nəzərə almaq lazımdır. Yəni xüsusilə kəndlərin hansı mərkəzi kənddə hansı kəndlərin, hansı kəndlərin birləşməsi və bunlar mütləq nəzərə alınmalıdır. Və bir də mən təklif eləyərəm ki,